Ulul əzm elçilər. Ulul əzm elçilər deyildikdə, əzmkar və səbirli olanlar nəzərdə tutulur. Uca Allah buyurur, elçilərdən möhkəm iradə sahiblərinin səbr etdiyi kimi, sən də səbr et. Əl-Əhqaf surəsi 35-ci ayə. İbn Abbas demişdir, Ulul əzm peyğəmbərlər bunlardır. Peyğəmbərimiz Nuh, İbrahim, Musa və İsa. Allahın onlara salavatı və salamı olsun. Onların 5-inin adı birlikdə Quran-ı Kərimdə 2 yerdə çəkilir. Onlardan birincisi Əl-Əhzab surəsindədir. Bir zaman biz peyğəmbərlərdən əhd almışıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da və Məryəm oğlu İsa'dan da. Biz onlardan möhkəm bir əhd almışıq. İkinci ayə isə Əş-Şura surəsindədir. Allah Nuh'a tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsa'ya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi. Dinə doğru düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın. Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi özü üçün seçər və ona üst tutanı özünə tərəf yönəldər. Onların adlarının xüsusi olaraq qeyd olunması onların məşhur şəriətlərə sahib olduqlarının, xüsusi şərəf və fəzilətə layiq olduqlarının göstəricisidir. Bu 5 peyğəmbərin ən fəzilətlisi, Adəm övladlarının ən xeyirlisidir. Əbu Hüreyrə, Allah ondan razı olsun, demişdir.